Vaxtınız xeyir olsun uşaqlar. İndi sizinlə 6-cı sinif təbiət dərsliyinin ikinci hissəsinin mövzusu olan səs başqa mühitlərdə yayılırmı mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacağıq. Amma tapşırıqlara keçməmişdən qabaq burada mövzunun içərisində olan bir sıra əsas məqamlar var ki, onları sizinlə bölüşmək istəyirəm. Əsas məqamlardan biri səsin sürətinin yayılma. Hansı mühitdə daha sürətlə yayılır? Bax, odur. Biz bilirik ki, maddənin üç halı var: bərk, maye və qaz. Hər birini göstərməyə çalışaq. Birinci göstərdiyimiz qaz halı olsun. İkincisi maye və daha sonra üçüncüsü bərk halı göstərməyə çalışaq. Bilirik ki, qaz halında zərrəciklər bir-birindən aralı məsafədə yerləşir. Seyrəkdir. Maye halında nisbətən bir-birinə yaxın formasında yerləşmiş olur. İndi hamısını göstərməyəcəm uşaqlar, çünki vaxta getməsin. Bərk halında isə zərrəciklər ümumiyyətlə sıx və bir-birinə nizamlı formada yerləşmiş olur. İndi bu zərrəciklərin nizamlı düzülüşünün və yaxud da ki, qeyri-nizamlı düzülüşünü səsin sürətinə necə təsir etdiyini bir-biri yoxlayaq sizinlə. Bilirik ki, səsin sürəti ən çox bərk haldadır, ən az isə qaz halındadır. Bunu yazmış olsaq, V bərk ən böyükdür. Demək ki, maye ortalıqdadır, V maye və daha sonra V qaz. Deməli uşaqlar, bərk halında səsin sürəti niyə görə çoxdur qaz halındakına nisbətən? Səbəb ondan ibarətdir ki, səs dalğası qaz halında yayıldığı zaman zərrəciklər bir-birindən uzaq məsafədə yerləşdiyinə görə səs dalğası daha gec yayılır. Maye halına fikir verin, zərrəciklər qaz halındakına nisbətən bir-biri ilə daha sıx formada yerləşir. Bu baxımdan maye halındakı sürət qaz halındakından artıq bir qədər sürətli olur. Amma bərk halına fikir versəz, bərk halında maye halındakına da nisbətən daha sıx və nizamlı düzülüşdədir. Məhz bu baxımdan da ən böyük sürət bərk halındadır. Amma onu da yadınızda saxlayın ki, bərk halının özünün belə daxilində, məsələn, mis, alüminium, polad, bunların belə daxilində sürət bir-birindən fərqlənir. Məsələn, poladda sürət ən böyükdür. Mis və alüminiumda polada nisbətən daha aşağı sürətdədir. Deməli, maddənin halının buna çox böyük bir təsiri var imiş. Eyni zamanda əks sədada biz bilirik ki, əks sədanın ya da məsələ həllində mən sizinlə onu bölüşərəm, o informasiyanı. İndi keçəyim sizinlə tapşırıqların izahına. Deməli, öyrəndiklərinizi tətbiq edin hissəsində deyir ki, Asif sinif yoldaşları ilə Qarabağa səyahət etdi. Onlar qayalıq yerdə birlikdə Qarabağ Azərbaycandır qışqırdılar. 6 saniyə sonra isə öz səslərinin əks sədasını eşitdilər. Uşaqlarla qarşılarındakı qaya arasındakı məsafə nə qədərdir? Deməli, uşaqlar, nə ediblər? Uşaqlar burada qışqırıblar. Və qışqırıb, həmin səs qayalığa dəydikdən sonra əks olunaraq özlərinə qayıdıb neçə saniyədən sonra? 6 saniyədən sonra. Və bizdən soruşur ki, uşaqlarla bu qayalar arasındakı məsafə nə qədərdir? Deməli, bunu müəyyənləşdirmək üçün necə edirik? Biz bilirik ki, səsin sürəti havada V bərabərdir 340 metr bölünsün saniyədir. Və 6 saniyə sonra deyir, T bərabərdir 6 saniyəni götürürük. Və arasındakı məsafə S bərabərdir sual işarəsinin olduğunu deyir. Burada S görünmür. Qara ilə yazdım. S bərabərdir sual işarəsi. Deməli uşaqlar, fikir verin, burada nə qədər yol getdi? Bir, uşaqlar əvvəlcə qışqırdı, səs getdi, dəydi dağa, qayaya. Daha sonra oradan geri qayıtdı. Fikir verin, 1S, 2S. Yəni 2S qədər yol getmiş oldu bu səs dalğası. O zaman yazaram ki, 2S bərabərdir. Bəs səsin sürəti də ümumiyyətlə yol, gedilən yol S bərabərdir V vurulsun T deyə hesablanır. O zaman yazaraq V vurulsun T-yə. İndi mən buradan S-i tapsam, S bərabərdir V vurulsun T bölünsün 2. Deməli,
Biz əks səda zamanı aralarındakı məsafəni eşitdiyimiz zaman S bərabərdir V vurulsun T bölünsün 2 düsturundan istifadə edərik. Niyə görə ikiyə böldük? Çünki səs bir dəfə gedib qayaya dəyib, daha sonra oradan geri qayıdıb. Mənə amma uşaqlarla qaya arasında məsafə, yəni 1 S lazımdır. Ona görə ikiyə bölmüş olduq. İndi düsturda məsələni verilənləri yerinə qoyaq və həll edək. Deməli, S bərabərdir ardıca yazıram. V vurulsun T bölünsün 2'dir. V'miz nə qədər idi? 340. Vurulsun T'miz nə qədərdir? 6. Bölünsün 2. İxtisar getdi qaldı 3. 340'ı da 3'ə vuranda neçə edir uşaqlar? S bərabərdir 1020 metr. Demək ki, uşaqlarla qayalar arasındakı məsafə 1020 metrə bərabər imiş. İndi öyrəndiklərinizi yoxlayın hissəsinə keçək. Yeri gəlmişkən uşaqlar, bu kimi mövzuların davamlı şəkildə gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Çünki həqiqətən bu tipdə videoların hazırlanması çox böyük zəhmət və zaman tələb edən bir məsələdir. Odur ki, dəstəyinizi unutmayın. Öyrəndiklərinizi yoxlayın hissəsində birinci sualda deyir ki, səsin bərk maddələrdəki sürəti havadakı sürətindən daha azdır. İndi bizə deyir ki, doğrudur yoxsa yanlış? Xeyr, əlbəttə ki, yanlışdır. Çünki biz bayaqları dedik axı, bərk maddələrdə zərrəciklər daha sıx yerləşdiyi üçün səs daha sürətlə yayılır. Ona görə bərk maddələrdə səs sürəti zəif deyil, daha böyükdür. Ona görə bura X qoyuruq. İkinci suala baxaq. Səs kosmos kimi havasız mühitdə də yayıla bilər. Xeyr, yayıla bilməz. Səbəb nədir? Niyə görə? Çünki kosmos nədir? Vakuum şəraiti, yəni boşluq. Vakuum şəraitində hava zərrəciyi yoxdur. Əgər hava zərrəciyi yoxdursa, orada bizim səsimiz necə yayıla bilər? Yəni, axı zərrəcik yoxdur, bizim səsimizi necə daşıya bilər ki? O baxımdan kosmosda səs yayıla bilməz. Bu da yanlışdır. Bəzi canlılar səsdən şikarını ovlamaq üçün istifadə edir. Bəli, doğrudur. Çünki delfinlər, yarasalar bundan istifadə edirlər. Dördüncü sual, əks səda vasitəsilə məsafənin tapılmasına səs lokasiyası deyilir. Doğrudur uşaqlar. Daha sonra beşinci sual, səsin sürəti mühitin sıxlığı ilə də əlaqədardır. Bəli, zərrəciklər bir-birinə nə qədər yaxın olarsa, səs daha tez yayılır. Baxın, mühitin sıxlığı dedikdə bayaqlar dediyimiz kimi mayelər, qazlar və bərk cisimlər. Biz bilirik ki, bərk cismin sıxlığı maye və qazın sıxlığından daha böyükdür. Ona görə də bərk cisimlərdə sürət daha böyükdür. Belə uşaqlar, biz sizinlə bu şəkildə öyrəndiklərinizi yoxlayın və öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırıqlara baxmış olduq. Sağ olun uşaqlar, gələn görüşlərə qədər.